Rəhman və Rəhim olan Allahın adıyla hifz dərsimizi davam edirik. Fatihə surəsinin 1, 2, 3-cü ayələri. Niyə 3 ayə birdən? Çünki Fatihə surəsini biz hamımız əzbər bilirik və bizə daha rahat olar. Dərsin ümumiyyətlə gedişatı belədir ki, biz biraz məfahim, yəni tərcümə, biraz təfsir, yəni təfsir dərsi deyil, məfahim dərsi deyil. Ona görə bunları daha geniş formada izah etməyəcəyik. Sadəcə olaraq biz hifz etmək üçün, əzbərləmək üçün nəyi, nə tər olduğunu, nəyə görə nazil olduğunu və yaxud bu ayə nədən danışır bilməliyik ki, və yaddaşımızda daha yaxşı qalsın. Ümumiyyətlə Fatihə surəsi Quran-ı Kərimin 1-ci səhifəsində yerləşir və bu surəyə Quranın anası, Quran açan, kitabı açan kimi qeyd ediblər adlarını. Məkkədə nazil olub 7 ayədir. Yeganə surədir ki, insanın dilindən Allaha müraciətdir. Və bu surənin ilk ayəsinin Bismillahirrahmanirrahim başlamasının səbəbi insanın hər bir işində Allahın adı ilə başlamasının göstəricisidir. Necə ki, hətta Allahın öz kəlmələrini belə oxumağa başlayanda yenə də Allahın adı ilə oxumağa başlayırıq. Eləcə də hər bir müsəlman hər bir işinin başlamamışdan əvvəl Allahın adını zikr eləməlidir. Birinci ayəmiz Bismillahirrahmanirrahim. Nə deməkdir? Bismi. Yəni ilə, isim deməkdir, ad deməkdir. Allah bilirik ki, Allah deməkdir. Ər-Rahman, yəni ki, mərhəmətli. Ər-Rahim, yəni rəhimli. Və burada şəkildə gördüyünüz kimi qeyd olunub. Ümumi tərcümə belədir ki, Rəhman Rəhim olan Allahın adı ilə. Ümumiyyətlə rəngləri gördüyünüz kimi rənglər fərqlidir. Yəni eyni rəngin tərcüməsi də o rəngdədir. Amma əzbərləyəndə buradan ehtiyac yoxdur. Burada tərcüməsi biz bilmək üçün, yəni daha rahat olsun deyə bu kitabdan sizin üçün qeyd etdik. Amma öncədən sizə demişdik ki, hansı kitabdan oxumaq, yaxud da daha doğrusu əzbərləmək lazımdır. Ümumiyyətlə çalışaq ki, bütün otaqlarda Quran-ı Kərim kitabımız açıq qalsın ki, hər otağa gedəndə həmin ayəni bir dəfə oxusaz, artıq daha yaxşı yadda saxlayacaqsınız. Kitabı bağlamağa ehtiyac yoxdur. Nə qədər Quran-ı Kərim hər bir otaqda açıq olsa, o qədər böyük bir savabdır və mələklər o evə daxil olur inşallah. Demək, birinci ayəmiz Rəhman və Rəhim olan Allahın adıyla və qeyd olunub ki, Rəhman bu dünyada hamıya mərhəmətli, Rəhim axirətdə isə ancaq möminlərə rəhimli olan Allahın adıyla. İkinci ayəmiz, deməli ikinci ayəmizdə Elhamdülillahi Rabbil aləmin. Burada Elhamdu, yəni həmd, şükür, sitayiş, hər cür demək olar. Lillahi, li burada üçün mənasında, lillahi yəni Allah üçündür. Burada da Allah üçündür biraz daha o qədər də gözəl görsənmədiyinə görə üçün mənasını sırf Allaha deyirik deyə məxsusdur demək daha gözəl alınır. Yəni Allaha məxsusdur, Allaha aiddir, Allah üçündür. Rabbil aləmin. Yəni bu sözə keçmədən öncə lillahi sözünün kəlməsi Allaha məxsusdur ki dedik. Hətta insanın bizə yaxşılıq etməsi, belə deyək, hətta insanın hər hansı bir kiməsə yaxşılıq etməsi belə mənbəyi Allahdır. Çünki əgər bir insan sənə bir şeyi verirsə, onda olan neymət Allah tərəfindən ona verilib. Və ona, məsələn, rəhim verilib ki, rəhim sifəti verilib ki, o sənə bu yaxşılığı eləyə və ona görə də həmin kəsə təşəkkürünü belə özü Allaha qayıdır. Yəni ki, bu rəhim olan sifəti də Allah ona bəxş edib ki, o yaxşılığı eləyir və ona görə də həmin kəsə təşəkkürünü belə özü Allaha qayıdır. Yəni o ki, o kəsə ki təşəkkür edir, o da Allaha qayıdır. Yəni həmd hər bir halda Allaha məxsusdur, şükür, sitayiş hər bir halda Allaha məxsusdur. Yəni Rabbil aləmin, Rab deməkdir, Rəbb olan aləmin, yəni aləmlər. Yəni həmd,
şükür, sitayiş aləmlərin Rəbbi olan Allaha məxsusdur. Üçüncü ayəmiz Ər-Rahmanir-Rahim. Yenə də Ər-Rahmanir-Rahim deməklə Allah ikinci dəfə bu sözləri istifadə etməklə təkid edir ki, Allahın üçüncü ayədə Rəhman və Rəhim sifəti hər bir sifətindən ucadır. Rəhman, yəni mərhəmətli, Rəhim, yəni rəhimli. Ümumiyyətlə biz əzbərləyəndə ayələrimizi bunu da elə əzbərləyək ki, biz rəqəmlə bilək ki, sizə müəllimə soruşanda ki, üçüncü ayəni denən biz artıq Ər-Rahmanir-Rahim deyə bilək. Ya birinci ayəni denən Bismillahirrahmanirrahim deyək ki, hətta sizə desələr ki, misal üçün indi hal-hazırda birdən üçüncü ayələri keçmişik, üçüncü ayədən geri denən. Biz artıq Ər-Rahmanir-Rahim, Elhamdülillahi Rabbil Ələmin, Bismillahirrahmanirrahim deyə cavab verə bilək. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.